Bugün mən Gürcüstanda sülhə, hər bir kəndimizin, hər bir şəhərimizin, ümumiyyətlə ölkəmizin inkişafına səs verdim. Bizim Marniulidə çox layiqli namizədimiz var. Hansı ki, mən əminəm ki, Marniuli üçün çox güclü mer olacaq. Bizim kəndlərimizdə, şəhərimizdə olan bütün problemlərin həllində aktiv iştirak edəcək və ümumilikdə bizim munisipalitetimizi daha da gücləndirəcək. Siz bilirsiniz ki, Marniuli Gürcüstanda ən inkişaf tempi ilə yüksəkdə olan munisipalitetdir və çox önəmlidir ki, burada olan məsələlər, əhali ilə gündəlik ünsiyyət hər zaman aktiv şəkildə olsun və mən əminəm ki, məhz Daur İsmailov bugün əhalinin yüksək dəstəyini alaraq qarşıda duran bütün bu məsələləri həll edəcək və Daur İsmailova bizim Sakrevolada olan hər bir namizədimizə uğurlar arzulayıram. Mən əminəm ki, biz bugün Marniulidə layiqli qələbə əldə edəcəyik.